Şəkidə də əvvəlcə Azərbaycan radiosunun səsi eşidildi. İnsanlar onun səsinə qulaq kəsildilər. Sonra isə mavi ekran şəkilləri özünə cəzb etdi. Şəkidə ərazilər məhəllə adları ilə tanınır. Bu ərazinin adı el arasında Radio Uzildir, yəni radio qovşağı. 1926-cı ildə Azərbaycanda radio efirə çıxdıqdan sonra 1930-cu ildə Şəkidə radio efirə çıxdı və 2005-ci ilə qədər Şəki radiosu fəaliyyət göstərdi. Simli radio ləğv olunsa da qısa dalğa FM kimi radionun bugün də Şəkidə sadiq həvəskarları var. Radionu ona görə mən sevirəm ki, orada əsl musiqi o radiolarda olur. Orada bayağı musiqilər və musiqilər girə bilmirlər. Ona görə mən sevirəm radionu. 1956-cı ildə isə Azərbaycan televiziyasının efirə çıxması ilə yeni bir dövr başladı. Bir müddətdən sonra Şəkidə də evlərdə ağqara rəngli televizorlar öz yerini tutdu. Azərbaycanda məişətdə ilk istifadə olunan ağqara televizorlar. Məhz bu televizorlardan 1956-cı ildə diktor Nəcibə Məlikova Azərbaycan xalqını salamladı və o andan Azərbaycanda televiziya erası başlanıldı. Bu gün belə televizorlar yalnız şəxsi kolleksiyalarda görmək mümkündür. Təkcə kolleksiyalarda deyil. Şəkidə 3-cü nəsil papaqçı kimi çalışan Aqil Kərimovun emalatxanasında da bugün həm radio var, həm də o dövrün televizoru yadigar olaraq qalır. Bu televizor rəhmətli atamdan qalıb. Sovet vaxtı, Sovet dağılana qədər bu televizora baxmışıq. ATV-yə baxırdıq, xəbərlərə, kinallara, Azərbaycan kinalları maraqlıdır, onlar baxırdıq. Ağqara ekranları rəngli görüntülər əvəz etdi. Analog yayım rəqəmsal sistemlərlə yeniləndi. Amma radio və televiziyanın missiyası dəyişmədi. Ömrünün 40 ilini bu sahəyə həsr edən Çingiz Nağıyev də bu fikirdədir. Televiziya və mətbuat təkcə informasiya vasitəsi deyil. Onlar eyni zamanda xalqımızın milli mənəvi dəyərlərinin qoruyucusudur, cəmiyyətin güclüsüdür. Bugün televiziya artıq təkcə ekran qarşısında izlənilmir. İnternet yayımı, sosial media platformaları media məkanını daha da dinamik edib. Bununla belə Şəkidəki televiziya gülləsi bugün də şəhərin simasında öz yerini qoruyur. 20-ci əsrin ikinci yarısında Azərbaycanda televiziya sürətlə inkişaf etdi və Azərbaycanın bölgələrində ötürücü qüllələr quraşdırıldı. Bugünkü gündə rəqəmsal platformalar inkişaf etdikdən sonra belə qüllələr sadəcə olaraq şəhərə bəzək verir. Azərbaycan televiziyası 70 ildir ki, ölkəmizin ictimai, siyasi, mədəni və sosial həyatının ayrılmaz hissəsidir. Bunu bölgələrə də şamil etmək olar. Qazanılan uğurlar, regionda yaşanan insanların həyatı Azərbaycan televiziyasında öz əksini tapır. Sabah da belə olacaq. Əli Səmədov, İbrahim Mustafayev, Rəşidə Zülfüqarova, AzTV xəbər.